Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə baş tutub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Otari Qvaladze, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, kollegiyanın rəyasət heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər. Çıxış edənlər yeni inzibati binanın istifadəyə verilməsinin Gəncədə vəkillik fəaliyyətinin səviyyəsinin yüksəldilməsinə və hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyini bildiriblər. Qeyd olunub ki, bina Vəkillər Kollegiyasının vəsaiti hesabına tam təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Yeni mərkəzdə 21 iş otağı və konfrans zalı fəaliyyət göstərir. Burada vəkillərin rahat və effektiv şəkildə hər cür şərait yaradılıb. Bütün bu maddi texniki bazanın yaradılmasında Cənab Prezidentin diqqət və qayğısı bütün vəkillər tərəfindən hiss olunur. Məhz 22 fevral 2018-ci il tarixli vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncama uyğun olaraq regional məhkəmələrin fəaliyyəti göstərdikləri şəhərlərdə Vəkillər Kollegiyasına əvəzsiz olaraq binalar ayrıldı. Hazırki Gəncə Regional Vəkil Bürosunun müasir kompleksi də məhz bu çərçivədə Vəkillər Kollegiyasına əvəzsiz ayrılan binadır. Bu bina şəhərin mərkəzində yerləşir. Əslində tarixi şəhər prokurorluğunun binasıdır və bu bina demək 3 mərtəbəli və tarixi qədim 19-cu əsrdə inşa edilmiş hissədən ibarətdir. Burada həm qədimlik qorunub, Gəncə memarlığına uyğun olaraq həm də müasirlik təmin olunub. Və bugün tam məsuliyyətlə bildirə bilərik ki, Respublikamızın qərb bölgəsində vətəndaşların lazımi səviyyədə hüquqi yardım alması üçün və beləliklə konstitusiya hüquqlarının realizə edilməsi üçün bütün lazım olan şərait təmin edilmişdir. Bu məsələdə, bu işdə bizə Gəncə şəhər İcra Hakimiyyəti də böyük dəstək göstərmişdi və Vəkillər Kollegiyası olaraq mən öz adımdan və bütün vəkil korpusumuz adından Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə xüsusi minnətdarlığımızı bildiririk. Üç mərtəbədən ibarət olan bina müasir tələblərə uyğunlaşdırılıb, zəruri avadanlıq və infrastrukturla tam təchiz edilib. İnzibati binanın bir hissəsi isə tarixi mədəniyyət abidəsidir. Hazırda Gəncə şəhərində 70-ə yaxın vəkil və 3 vəkil bürosu fəaliyyət göstərir. Yeni binanın açılışı regionda hüquqi xidmətlərin inkişafına dəstək məqsədi daşıyır.